İnsanların davranışı düşündüğümüz kadar azad değil. Biz onu özümüze göre seçirik. Bir insanı biz değişmək istəyiriksə, həmin insanın düşüncələrini yox, onların göstərdiyi davranışa münasibətimizi dəyişə bilərik. Yəni şagirdlərin və yaxud da uşaqların davranışındakı hərəkəti, davranışda göstərdikləri hər hansısa bir nüansı bəyənmiriksə, biz o uşağın sadəcə nəticəsini dəyişə bilərik. Göstərdiyi davranışın nəticəsini dəyişsəmiz, o davranış dəyişəcək. Bunu mən demirəm. Bunu behaviorizm deyə böyük bir nəzəriyyə, davranış nəzəriyyəsinin nümayəndələri deyir. Biz bu nümayəndələrin hər birini öyrənmirik. Biz davranışla bağlı 6 nəzəriyyə ilə tanış oluruq. Amma ümumilikdə behaviorizm davranış nəzəriyyəsinin banisi John Watson, üzr istəyirəm, Ivan Pavlovdur. Ivan Pavlovdan sonra nəzəriyyənin geniş vüsət almasının, geniş yayılmasının, çoxlu eksperimentlər aparılmasının, acı testlərdən keçirilməsinin səbəbkarı isə John Watson olub. Amma biz bugün Friedrich Skinnerin operant şərtlənmə nəzəriyyəsindən daha dərindən tanış olacaq. Onunla tanış olmamışdan əvvəlcə ümumiyyətlə behaviorizm nəzəriyyəsi haqqında məlumat verim. Behaviorizm davranış nəzəriyyəsidir. Behaviorizm nəzəriyyəsi uşaqlardakı davranışdan danışır. Uşaqlardakı davranışı biz necə dəyişə bilərik? Dəyişə bilərikmi ümumiyyətlə? Əlbəttə dəyişə bilərik. Əslində çox asandır. Sadəcə biz nəzəriyyələr öyrənəndə, məsələn, mənəvi inkişafla bağlı bir nəzəriyyə öyrənirik, intellektlə bağlı bir nəzəriyyə öyrənirik. Daniel Goleman, Lawrence Kohlberg, Howard Gardner və s. hərəsi bir nüansa toxunubdur. Bəs davranışla bağlı biz niyə çox nəzəriyyə öyrənirik, 6 nəzəriyyə öyrənirik? Çünki müəllimlər, baxın, bir şagird tutaq ki, çantanı yerə çırpa bilər, kimisə çantasını. Burada biz o şagirdin hisslərini tanımadığını və yaxud hisslərini, daha doğrusu hisslərini idarə etmədiyini görürük. Biz şagirdə suallar verərək onun emosional intellektini Daniel Goleman nəzəriyyəsinə əsasən yanaşaraq onun hisslərini idarə edə bilməsinə şərait yarada bilərik. Amma təsəvvür edin ki, bir şagird qapını çırpır, davranış nəzəriyyəsi məsələn. Burada artıq biz emosiyadan yönəldə bir nəzəriyyədən toxunub şagirdi inkişaf elətdirə bilirdik. Şagirdi və yaxud da həyatımızdakı hansısa bir insan. Amma davranışın müəyyən səbəbləri ola bilər. Bu səbəbləri hər aspektdən fərqli-fərqli baxılıb deyə biz bir neçə dərs artıq bundan danışmalıyıq. Bunlardan behaviorizm nəzəriyyəsi, ümumilikdə behaviorizm nəzəriyyəsi deyilir. Yəni, bütün alimlərin, davranışla bağlı alimlərin hər biri behaviorizm nəzəriyyəsinə aiddir. Testdə qarşınıza çıxanda operant şərtlənmə də behaviorizmə aiddir. Sosial öyrənmə, Albert Bandura nəzəriyyəsi, digər nəzəriyyələr, Green Grazer nəzəriyyəsi, Edward Thorndike, hamısı behaviorizm nəzəriyyəsinin nümayəndələridir. Yəni, behaviorizm nəzəriyyəsi bizə nə deyir? Deyir ki, əgər insanın daxili düşüncə və hisslərini deyil, müşahidə edilə bilən davranışlarını biz öyrənsəmiz, əslində istədiyimiz davranışa biz onları gətirib çatdıra bilərik. Əsas ideyası nədir bu nəzəriyyənin? Davranışın deyir, səbəbi nədir? Bu davranış niyə belə göstərilib? Stimul plus reaksiya. Yəni, şagirdin göstərdiyi, insanın göstərdiyi hər hansısa bir hərəkətə verdiyimiz reaksiya o şagirdi stimullaşdırır. O, onda ya davamlı bir hərəkətə çevrilir, ya da haradasa kəsilib qalır. Dediyim kimi, behaviorizm nəzəriyyəsinin banisi Ivan Pavlovdur. Ivan Pavlov itilər üzərində çoxlu, belə deyək, heyvanlar üzərində, ən çox da itlər üzərində nümunələr daha doğrusu aparır. Yəni, nümunənin özünün şəkillərini tapmasam da belə bir şəkillərini tapmışam, onu sizinlə bölüşmək istəyirdim. Belə bir təcrübədir ki, yəni itə aparıb ət verir. Hər dəfə ət verməmişdən əvvəl zınqrovu çalır. Zil səsi yəni. Zil səsi çıxan kimi əti itə verir, it yeyir. Əti itə verir, it yeyir. Hər dəfə zil səsindən sonra bu baş verir. Sonra bir dəfə də zil səsini çalır, amma əti itə vermir. İtin ağzı sulanmağa başlayır. Bir dənə şəkil ümumilikdə belə bir şəkili göstərim sizə. Yəni, hər dəfə əti aparmamışdan əvvəl ət verəndə itin ağzı sulanır, görürsünüz. Zil səsi çalır, sonra belə deyək ki, əti verir. Amma bir dəfə zil səsini çalır, aparmır, yenə ətin, daha doğrusu itin ağzı sulanmağa başlayır. Siçanlar üzərində təcrübələr aparılıbdır, göyərçinlər üzərində təcrübələr aparılıbdır. Yəqin ki, sosial şəbəkələrdə istifadə edənlərinizin qarşısına bu çox çıxır. Sadəcə nəyə göstərdi Ivan Pavlov bizə? Deyirdi ki, bax, itlər üzərində təcrübəsi var onun, bayaq sizə göstərdiyim təcrübə. Deyirdi ki,
biz stimul var. Bu stimuldan sonra, yəni neytral stimuldur, sonra təbii stimul veririk. Öyrənmiş reaksiyaya çevrilir. Başa düşdükmü? Məsələn, zəng səsi gəldi. Zəng səsindən bərabər yemək gəlirdi. Sonra tüpürcək ifrazı olunmağa başladı. Bu davranış nəzəriyyəsidir. Dediyim ki, bu nəzəriyyənin banisidir İvan Pavlov. Sadəcə apardığı bir təcrübəni bölüşmək istədim. Sonra John Watson gəlir. John Watson'un apardığı təcrübələr biraz acınacaqlı şəkildədir. Çünki 6 yaşlı, daha doğrusu 2 yaşlı Albert adlı bir uşaq üzərində, kiçik Albert adlı uşaq üzərində təcrübə aparılır. Yəni qorxulu təcrübə də adlanılır bu elmdə. Təcrübə bundan ibarətdir ki, Alberti bir otağa qoyurlar, qaranlıq bir otağa, köməkçisi xanımı idi, adı yadımdan çıxıbdı. Qoyurlar və içəri pişik buraxırlar, sıçan, dovşan buraxırlar, tüklü heyvan. Albert ondan başlayır oynamağa. Axı 2 yaşda həm də Piaget nəzəriyyəsində biz nə öyrəndik? Gündəlik dilimizdə də deyilən ilan boğan dövrü olur uşaqların. Axı 2 yaşında uşaq təhlükə nədir bilmir. 2 yaşlı uşaq gördüyü hər şeyi əl atır, dünyanı kəşf etməyə çalışır, ağzına alır, əlindən toxunur və s. Albert də bu tüklü heyvan görəndə sevinir, tərpənir, heyvan oynayır və s. Sonra Albertin yanına hər dəfə tüylü heyvanlar buraxmamışdan əvvəl kənardan qorxulu səslər çıxardır, qorxulu səslər çıxarır. Otaqda da tək uşaq. O heyvan gələndə qorxulu səslər çıxarır. Artıq o səsi çıxarmasa belə, Albert, təcrübə biraz daha dərin, daha uzundur. Sadəcə ümumi məlumat verirəm. Sadəcə tüklü bir maska taxıb Albertin yanına da gedəndə bu təcrübənin sırf özünün şəklidir. Təcrübənin sırf özünün şəklidir, istədim bölüşüm sizinlə. Albert artıq ağlamağa başlayır. Artıq səs gəlmir. Sadəcə tüklü bir maska taxıb gəlir. Albert tüklü bir şey görəndə artıq başlayır ağlamağa. Düzdür, Albert sonra 6 yaşında bu qorxulardan beyində xəstəlik yaranır, sonra ölür və s. Çox buna görə qəzetlərdə və s. John Watson haqqında məqalələr dərc olunur həmin vaxtda. Belə deyək ki, hazırki dövrümüzdə desəniz linçlənir. Haqlı olaraq deyə bilərik. Amma nəzəriyyənin belə deyək ki, yaranmasında, geniş vüsət almasında bir iş görür. O nə deyirdi? Deyirdi ki, mənə sağlam uşaqlar verin. O uşaq varlı ola bilər, kasıb ola bilər, bu və ya digər təbəqəyə aid ola bilər. Milli dəyərlərindən, nə bilim, milli dəyər formalaşmıyor onsuz uşaqlarda, hələ 2 yaşlı uşaqlarda. Genetik faktorlarla asılı olmayaraq mən o uşaq istədiyim sahə mütəxəssisi edə bilərəm. Hamısı verdiyimiz stimula görədir. İnsan davranışı tamamilə mühitin məhsuludur, deyirdi John Watson. Sonra müəllimlər bizim öyrənəcəyimiz Friedrich Skinner'dir, operant şərtlənmə nəzəriyyəsidir. Digərlərinə hələ psixologiyamız tam hazır deyil. Yəni digərləri daha dərindir. Nəzəriyyəni özünü araşdıranda bunu görürük. Bizə imtihanda da düşən Friedrich Skinner'in operant şərtlənmə, operant öyrənmə nəzəriyyəsidir. Friedrich Skinner deyirdi ki, davranışın nəticəsinə diqqət çəkməliyik. Bir hərəkəti ya bəyənərik, ya bəyənmərik. Bu hərəkətin davamlı və yaxud da dayanmasını istəyiriksə, verəcəyimiz reaksiyaları dəyişməliyik. Ümumilikdə behaviorizm nəzəriyyəsini yekunlaşdırsanız, İvan Pavlov tərəfindən əsası da qoyulsa, burada İvan Pavlov görürsünüz, zəng səsi, yemək və itin tüpürcək refleksi, şərtli reflekslər təcrübəsi aparır, çox heyvanlar üzərində aparır müəllimlər. John Watson isə deyirdi, mənə sağlam uşaqlar verin, o uşağı davranışla və mühitin məhsulundan asılı olaraq istədiyim sənət sahibinə çevirə bilərəm. Və Friedrich Skinner deyirdi ki, operant şərtlənmə nəzəriyyəsinə əsasən mən şagirdlərin, uşaqların davranışının davam edib və yaxud da dayandırılmasını istəyiriksə, biz onları sadəcə cəza və yaxud da mükafatlandırma ilə bunları edə bilərik. Bizə də imtihanda əsas düşəcək budur. Ümumilikdə behaviorizm nəzəriyyəsi bizə nə dedi? Dedi ki, insanı dəyişmək istəyiriksə, mühiti dəyişməliyik. Verəcəyimiz reaksiyanı dəyişməliyik. Bu oldu bizim behaviorizm nəzəriyyəsi haqqında ümumi məlumatlarımız. Amma dediyim kimi, bizim əsas öyrənəcəyimiz nədir? Bizim əsas öyrənəcəyimiz nəzəriyyə operant şərtlənmə nəzəriyyəsidir. Operant şərtlənmə nəzəriyyəsi şagirdlərin davranışlarının mükafatlandırıb və yaxud da cəzalandırılmasından davam etməsindən danışır. İndi gəlin, baxaq. Operant şərtlənmə nəzəriyyəsi. Müəllimlər, bu nəzəriyyə ilə bağlı PDF-i təbii ki, qruplarıma göndərəcəm. Hər birinizdə var bunlar. Sadəcə bunu testdə asan tapmağın yolu üçün mən sizə cədvəl üzərindən izah edəcəm. Yəni bir şagird uşağın davranışının davamlı olmasını istəyiriksə nə edə bilərik?
həmin hərəkəti bəyənmiriksə onu azaltmaq arzu olunan və yaxud da arzu olunmayan davranış deyilir buna. O zaman nə edə bilərik ki, o davranışlar davam eləsin, yoxsa eləməsin. Göyərçin misalından da burada göstərilib. Fərqi nədədir mükafatlandırma ilə cəzalandırmanın? Bir var mənfi cəza, bir var müsbət cəza. Mənfi cəza xoş bir şey çıxarılır mənfi cəzada. Müsbət cəzada xoşa gəlməz bir şey əlavə olunur. İndi izah eləyəcəm, ona tələsməyək. Yəni ümumilikdə də operant şərtlənmə nəzəriyyəsi bizə nə deyir? Deyir ki, şagirdin hər hansısa davranışından əvvəl verdiyimiz stimulu var. Sonra bizim fərdin, şagirdin göstərdiyi bir davranış var. Biz ona cavab veririk və nəticədə davranış özünü ortaya qoyur. İndi icazənizlə mən sizin azca boynunuzu digər tərəfə fırlayım. Boynunuzu fırlayın. Ay sağ olun. Təşəkkür edirəm. İndi baxaq görək biz onu necə seçə bilərik. Friedrich Skinnerin operant şərtlənmə nəzəriyyəsi. Bax müəllimlər, testlərdə bunu rahat tapmağın yolu üçün elə bu cədvəli həmişə yadınızda saxlayın. Sadəcə burada incə məqam nədir? İncə məqam burada ondan ibarətdir ki, hər kəsdən xahiş edirəm. Bax, buradakı görəcəyiniz bu plus minus, yəni rus dilində plus minus üstə gəl çıx. Bu yaxşı, pis, müsbət, mənfi demək deyil ha. Bax, yaxşı, pis mənasında deyil bu. Bu üzərinə gəlmədi, bu çıxma. Yəni bax, burada plus minus var elə. Bu plus minus yaxşı, pis şey demək deyil də. Plus nədir? Üstünə gəlir. Çıx nədir? Nəsə çıxır. Belə yadınızda saxlayın. Üstə gəlmə və yaxud da çıxma kimi. Müsbət, mənfi deyil. Əsla düşünməyin. Testi səhv yazacaqsınız. Toplama və yaxud da çıxma. Üstə gəlmə və yaxud çıxma. Bax, budur. Yaxşı müəllimlər. Deməli, biz şagirdin hərəkətinin, şagird ola bilər, həyatımızdakı insan, fərq yoxdur. Bu insan nəzəriyyəsidir, davranış nəzəriyyəsidir. Sadəcə biz müəllim olduğumuza görə məktəbdə şagirdlərin üzərindən misallarla öyrətməyi daha üstün hesab edirik. Deməli, biz şagirdin hərəkətinin yaxşı və yaxud da pis olaraq nitələndiririk və şagirdin hərəkətini bəyənirik. Bu hərəkətin davamlı olmasını, arzu olunan hərəkət olmasını istəyiriksə, mükafatlandırırıq. O hərəkəti bəyənmiriksə cəzalandırırıq. Təbii ki, burada cəza deyəndə şiddətdən söhbət getmir. Cəzanın da növləri var. Yəni, biz burada şagirdin arzu olunan davranışının davamlı olmasına, arzu olmayan davranışın isə dayanmasına çalışırıq. Düzdürmü? Buna görə, deməli, şagirdin göstərdiyi hərəkətə görə şagird ya mükafatlanacaq, ya da cəzalanacaq. Mükafatlandırma stimullaşdırma deməkdir da. Necə? Bax, deyirəm ki, Aysu dərslərini yaxşı oxuduğuna görə müəllim ona qələm hədiyyə etdi. İstəyirsən yadda saxlayaq. Bunu biz testlərdə necə tapa bilərik? Birinci, fokuslanmalıyıq nəyə? Hərəkət yaxşı hərəkətdir, yoxsa mənfi hərəkətdir? Yaxşı hərəkətdir, yoxsa pis hərəkət? Yəni, biz onu cəzalandırırıq, yoxsa mükafatlandırırıq? Aysu dərslərini davamlı şəkildə yaxşı iştirak etdiyinə görə müəllim ona qələm hədiyyə etdi. Cümlə belə idi. Aha, deməli yaxşı bir hərəkət görür. Deməli bizim işimiz bu tərəfdəndir. Bizim bu tərəfdən işimiz yoxdur. Başa düşdükmü? Aha, və biz Aysuya nəsə verdik, yoxsa aldıq? Nəsə verdik elə. Vermə nə idi? Bu. Deməli, pozitiv gücləndirmədir. Deməli, Aysu yaxşı bir iş gördüyünə görə müəllim onu mükafatlandırdı. Pozitiv gücləndirmədir. Yaxşı, negativ gücləndirmə necə olur? Məsələn, bacısı ev işlərində Leylaya kömək elədiyinə görə Leyla onun yerinə qabları yudu. Yəni, qabları bacısı Layla yuyacaqdı. Leyla bacısının yerinə qabları yudu. Çünki ona ev işlərinə kömək eləmişdi. İndi bacısını burada cəzalandırır, yoxsa mükafatlandırır? Nə edir? Düşünün görək, nə edir? Mükafatlandırır da kömək elədiyinə görə, düzdürmü? Deməli, bizim işimiz elə mükafatlandırmadandır. Bacısına nəsə verdi, yoxsa aldı? Layla qabları yuyacaqdı. Amma Leyla dedi, yox, ev işinə mənə kömək eləyibdi. Qoy qabları onun yerinə mən yuyum. Neynədir? Onun qab yumasını əlindən aldı. Yəni, ondan nəsə çıxardı. Bax, budur çıxarma. Deməli, Leyla, bacısı Layla ona kömək elədiyinə görə Laylənin əlindən qab yumağı alırsa, çıxır da nəysə. Amma mükafatlandırmaq üçün eləyir. Bu olur negativ gücləndirmə. Başa düşdükmü? Sonra gəlirik cəzalandırma. Cəzalandırma bəs nədir? Müəllimlər,
Cəzalandırmada bəyənmədiyimiz, arzu olunmayan hərəkətlər olur. Məsələn, tutaq ki, Namiq evi dağıtdığı üçün anası pəncərələri silməyi də ona tapşırdı. Namiqi burada mükafatlandırırıq, yoxsa cəzalandırırıq? Cəzalandırırıq da, evləri dağıdıbdır, düzgün bir hərəkət görməyibdir. Düzdürmü? Birinci, yəni cəzalandırırıq, mükafatlandırırıq. Buna baxın. Namiq evləri dağıtdığı üçün anası pəncərə silməyi də Namiqə tapşırdı. Situasiya belə idi. Namiqi biz burada cəzalandırdıq, cəzalandırma. Namiqə nəsə verdik, yoxsa aldıq? Əlavə olaraq pəncərə silməyi də verdik. Düzdürmü? Deməli, onda Namiq cəzalandırılır və pozitiv cəzalandırmadır. Yəni təkrar deyirəm, dönə-dönə deyirəm, dəfələrlə deyirəm. Unutmayın, yadınızda saxlayın. Burada pozitiv, yaxşı, negativ, pis və yaxud da müsbət, mənfi deyil. Yaxşı mı? Burada sadəcə üstə gəl çıx, budur. Yaxşı. Yaxşı. Deyirəm ki, İlqar dərsləri yaxşı oxumadığı üçün anası onu tədbirə aparmadı. Birinci baxırıq nəyə? Cəza aldı, yoxsa mükafat aldı? Mükafat aldı. Düzdürmü? Aldığı mükafatda biz ona nəsə verdik. Üzr istəyirəm, cəza aldı da. Nətər idi? İlqar dərsləri zəng gəldi. Bax, bu zəhlər mənim fikrimi yandırır. Zəng eləməyin mənə. Deməli, İlqar dərsləri yaxşı oxumadığı üçün anası onu tədbirə aparmadı. Situasiya belə idi elə. İlqar dərsin yaxşı oxumadığına görə mükafatlandırma da cəzalandırma. Cəzalandırma, düzdür. Anası ona nəsə verdi, yoxsa aldı? Tədbirə aparacaq da aparmadı. Əlindən aldı. Deməli, negativ cəzalandırmadır. İlqar negativ cəzalandırma ilə. Çünki biz onun hərəkətinin davam etməməsini, arzu olunmayan hərəkət olduğuna görə davam etməməsini istəyirik. Düzdürmü? Sonra dərs zamanı nizam intizamı pozan Altay üçün müəllim tənəffüsdə lövhəni silib, sinfi sərgiyə salmağı da ona tapşırdı. Sizcə nə olar? Dərs zamanı nizam intizamı pozan Altaya müəllim sinfi sərgiyə salmağı, lövhəni silməyi tənəffüs zamanı bu işlərdə tapşırdı. Deməli, neynədir müəllim onu? Cəzalandırdı, mükafatlandırdı? Cəzalandırdı. Nəsə verdi, yoxsa aldı? Verdi, əlavə işlər verdi. Veribdi, cəzalandırma. Deməli, buradadır Altay. Başa düşdük? Yaxşı. Deyirəm ki, Nigar tapşırıqları yerinə yetirmədiyi üçün anası planşeti əlindən aldı. Nigar düzgün bir iş görüb? Yox. Deməli, neyəcək? Cəzalanacaq. Nəsə verdik, yoxsa aldıq? Planşet əlindən alındı. Deməli, Nigar da burada olacaq. Yaxşı. Deyirəm ki, nə deyirəm? Məhəmməd il boyu yaxşı nizam intizamlı olub, yaxşı çalışdığına görə müəllim onu yay tətillərində tapşırıqlardan azad etdi. Aha, düşünək. Biz bunu mükafatlandırırıq, yoxsa cəzalandırırıq? Mükafatlandırırıq, düzdürmü? Nəsə veririk, yoxsa alırıq? Yay tapşırıqlarından azad etdi, alırıq. Deməli, alırıq və mükafatlandırırıq. Deməli, Məhəmməd də buradadır. Qısa dağılma gəlməyəndə də mən. Yaxşı. Sonra deyirəm ki, Nizami göstərdiyi davranışına görə, sinifdə nizamlı şagird olduğuna görə, nizamlı olduğuna görə müəllim valideynə pozitiv məzmunlu mesaj göndərdi. Cəzalandırıldı, yoxsa mükafatlandırıldı? Təbii ki, mükafatlandırıldı. Nəsə verildi, yoxsa alındı? Anasına pozitiv məzmunlu mesaj göndərildi, verildi. Deməli, nizam intizamlıdır. Uşaqların adı neyini? Nizami qoyaq. Niyeysə, soyaq zarafatımdan sonra davam edirəm. Bir sual da verirəm. Tutaq ki, yarım ilin sonunda akademik nailiyyətləri, sosial bacarıqları yüksək olan şagirdlərinə müəllim təşəkkürnamə ilə təltif etdi. Sosial bacarıqları, akademik nailiyyətləri yüksək olan şagirdləri müəllim təşəkkürnamə ilə təltif etdi. Müəllim cəzalandırır, yoxsa mükafatlandırır? Mükafatlandırır. Nəsə verir, yoxsa alır? Verir. Deməli, müəllim neynədir?
təşəkkürnamə verdi. O da bura aid olacaq. Yəni müəllimlər, ümumi məğzdə bax bir neçə misal dedim. 2, 4, 6, 3 də bu 9. Qoy birini deyim 10 olsun. Baxaq testlərimizə, testlərimizin içindən deyirəm. Hər tənəffüsdən sonra davamlı şəkildə dərsə gecikdiyinə görə Firdovsinin anasına zəng olundu. Bayaq intizamlı davranmışdı anasına zəng olundu. İndi tənəffüsdən sonra hər sonraki dərsə gecikdiyinə görə. Düzgün hərəkətimi görüb, yəni biz onu mükafatlandırırıq yoxsa cəzalandırırıq? Cəzalandırırıq. Anasına zəng edirik. Nəsə veririk yoxsa alırıq? Veririk də bir dənə zəng veririk. Deməli, adı neydi uşağım? Firdovsi demişdim. Firdovsi idi da hər dərsə gecikən. Firdovsiyə də anasına zəng gedir. Buna görə bura aiddir. Yəni müəllimlər, 10 dənə istəyəsə demiş olduq. Deməli, burada əsas həmişə siz operant şərtlənmə nəzəriyyəsi soruşanda sizdən nəyə diqqət yetirirsiniz? Sadəcə bu cədvəli xatırlayırsınız və sadəcə bu işin, bu nəzəriyyənin, bu dərsin 20 dəqiqə yaxın videoya baxırsınız, düzdür? Bu sizə imtahanda düşəndə bu mövzunu asan yazmağın 2 addımlıq bir işdir. Birinci, baxın, sizi baxdığınız situasiyada baxırsınız, o situasiya şagirdi cəzalandırır yoxsa mükafatlandırır? Bax, birinci addım budur, cəzalandırır, mükafatlandırır. Bunu tap. Bunu tapdın mı? Əla. Sonra nəsə verir, alır. Verir, alır. Pozitiv, negativ. Pozitiv verir, negativ alır. Vəssalam, testin cavabı ortaya çıxır. Bu da olur operant şərtlənmə nəzəriyyəsi. Dediyim kimi, operant şərtlənmə nəzəriyyəsi, davranış nəzəriyyəsi, behaviorizm nəzəriyyəsinin içinə daxildir. Amma bizim öyrəndiyimiz tək davranış nəzəriyyəsi bu deyil. İndi növbəti dərsdə Albert Bandura'nın sosial öyrənmə nəzəriyyəsi. Çox maraqlı nəzəriyyələr var. Bu nəzəriyyənin içəriyi çox da, yəni operant şərtlənmə nəzəriyyəsi testlərdə tapmaq daha maraqlıdır. Amma sizə garanti verirəm ki, növbəti nəzəriyyələrimiz istər sizin öz psixologiyanız, istər uşaqlıq travmalarınız, həyatda hansı seçimlərinizin əlindən alınması, bu və ya digər şəkildə təkcə imtahan üçün deyil, şəxsi inkişafınız üçün də çox şeylər öyrənəcəyinizin garantisini verirəm. Diqqətiniz üçün minnətdarım. Bugünlük dərsimiz bu qədər. Studiyanı və həyatımı tərcih edə bilərsiniz.